ABŞ prezidenti Donald Trump qlobal bazarın yaxından izlədiyi ölkələr üzrə qarşılıqlı gömrük tarifləri ilə bağlı yeni qərarını açıqlayıb. Yeniavoz.com Reutersa istinadla xəbər verir ki, qərarla Avropa İttifaqına və bəzi digər ölkələrə müxtəlif hədlərdə gömrük rüsumları tətbiq edilib. Qeyd edək ki, tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Siyahıda Azərbaycan üçün 10% həcmində gömrük rüsumunun müəyyən edildiyi qeyd olunub. Bu həm də tariflərin minimal həddidir. Yeni qərarla həmçinin Türkiyə, Gürcüstan, İran və Ermənistan üçün də eyni miqdarda 10% həcmində gömrük rüsumu tətbiq edilib. Rusiya isə yeni tariflərin müəyyən olunduğu siyahıda yoxdur. Trumpın ötən axşam imzaladığı sənədə əsasən Avropa İttifaqına 20%, Çinə isə 34% həcmində gömrük rüsumları tətbiq ediləcək. Bundan əlavə Trump ABŞ-a idxal olunan bütün xarici istehsal avtomobillərə 25% rüsum tətbiq ediləcəyini açıqlayıb.